Məlumat verdiyimiz kimi, dünən Nizami rayonu Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Volt şirkətinin taksisi kənar yoldakı beton maniyəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb. Məsələ ilə bağlı unikal açıqlama verən sürücünün qohumu Allahverdi Xanəliyev hadisənin baş vermə səbəbini açıqlayıb. Anar Nəcəfov yaşlı və xəstə adamdır, imkansızlıqdan taksi sürməyə başlamışdı. Cəmi 1-2 gün idi ki, taksidə işləyirdi. Maşın şirkətə məxsus olub. Avtomobili idarə edən vaxt onun qıcolma suduqa tutub ayağı qazda qalıb. Bu səbəbdən də qəza törədib. Onun hər iki ayağısının borclarını qaytara bilməməsi səbəbindən məhkəmənin qərarı ilə Anar Nəcəfovun ayağına Bakı şəhərini tərk etməməsinə görə elektron qolbaq taxılmışdır, deyə o əlavə edib. Qeyd edək ki, qəzada xəsarət alan sürücü Anar Nəcəfov və sərnişin Sabunçu tibb mərkəzinə hospitalizasiya edilib.